Martın 31-i Xəzər dənizinin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi sahilində aşkarlanıb. Dərhal əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İstintaq qrupu yaradılıb. Ekspertizalar təyin olunub. Tibbi ekspertlər uşağın boğularaq qətlə yetirilməsi barədə rəy veriblər. İstintaq qrupu bu müddət ərzində uşağın kimliyini də müəyyən edib. Məlum olub ki, azyaşlı qızın adı Zeynəbdir. Ailəsi qəsəbədə yaşayır. Atası Türkiyə vətəndaşı 40 yaşlı Yeşil Ahmet Turan, anası isə Azərbaycan vətəndaşıdır. Bandit kürəkənin qızı öldürür o əldə. Mənə gətir. Yenə bəni dənizə atıb bandit. Banditin özü də yoxdur, bəlkə özünü də atıb dənizə. Beni ölmeyeni cırmır, kızı öldürüp sonra Mən bana. Mən Zeynəb. Morgdadır, qız saymalı gətirdi. Ailə üzvləri ilə söhbət zamanı məlum olub ki, Zeynəbi sonuncu dəfə atası evdən götürərək gedib. Qapıdan çıxanda dedim, haraya varsan, tərlidir. Dedi, dışarı çıxardıram. Ürəyim durmalı, örtdüm qapıyı, bir də çıxdım, gördüm qapıyı açdı. Ahmet dedim, qaytar qızı, haraya varsan? Kaynana dışarı çıxardıram, gəliyorum. Çıxdı, dedim, indi həmişəki kimi. Özü belə şey almışdı, həmişə gəlirdi işdən, keçirdi, uşağı gəzdirib gətirirdi. Aparılan araşdırmalarla uşağın atası tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. O şübhəli şəxs qismində saxlanılıb. 3 ildir ailəli olan cütlüyün bugünə qədər ciddi mübahisələrinin olmadığını deyib ailə üzvləri. Uşağın nənəsi Azadə Abdullayeva onunla bir evdə yaşayan kürəkəninin uşağının üstündə əsdiyini bildirib. Çocuğunu o qədər sevirdi ki, heç qoymurdu, bir milçəkdi onun üstünə qona. Bilmirəm, niyə yapardı. İşdən gəlirdi, ona hər şeyi alıb gətirirdi. Almasa da gəlir götürürdü, mağazinlərə aparırdı. Qəşəng hər şeyi alır gətirirdi, tökürdü oraya. Qaynananın sözlərinə görə son günlər kürəkən həmişəkindən fərqli davranıb. Qızı da ərinin qəribə hərəkətlərindən anasına şikayət edib. Yoldaşı deyir ki, nəsə dəyişibdi ana deyir. Dedim, niyə deyim, amma bu özündə deyir, bu yolunu azıbdır, bu dəyişibdi, namazı buraxıbdı, namaz qılmır. Deyir, soruşdum ki, Amir, sən nədən namaz qılmırsan? Deyir ki, elə şeylər var, sən bilmiyorsan. Deyim ki, karınanda mən də bilim, nə işin olub, nədir, bəlkə biz yardım elədik sağ. Deməli, deyir, dillənməli, deyir, heç bir şey, vallahi heç bir şey, vallahi. Niyə qılmırsan namazını və sən hamımızda namaz tələb eləyirdin, hamımıza pis baxırdın. O dediyim kimi də bəyək deyir ki, bilmədiyin şeylər var. Gül, mələk idi o, mələk. Ona necə qıyıb, onu dəsmal deyir, ya istəyir, ağzını dəsmal atıf deyir. Mağazində kişi deyir, ağlayırmış deyir. Zeynəb Yeşilin babası Əjdər Abdullayev kürəkənin etdiyi hərəkətdən məətəl qaldığını və çox pis olduğunu deyib. Aşmışam, dedi, babama bir dənə köməkdarıq elə, evdə qalmışdı. Dedi, mən qazanıb gətirəm, yerdə qədər, şimdi görək başımıza nə gəlir. Getdim, kredit aldım, buna komisyon açdım, yaxşı. Müdalağa görə hamısını görəcəyiz. Orada nə var, hamısını mən açmışım. Sonra dedi, babama 4000 pul ver. Əlavə mağazin açacağım. Gözüm baş üstü. Nə deyirsən, mənim gözüm üstü. Bilir ki, yəni ailəni dolandır. Biraz da mənim başladı, mənim yoldaşımdır, bir özümə. Ham məhdəl qalıb, elə insan da deyil. Vallahi, nə bilim mən. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşandan sonra iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə hakim Rəşad Əliyevin sədrliyi ilə start götürüb. Dövlət ittihamçısı ittiham aktını elan edəndən sonra təqsirləndirilən şəxs ifadə verib. O, özünü baş verən hadisədə təqsirli bilməyib. Ben olay anında kendimden değildim. Kendimde olmuş olsaydı böyle bir cinayeti işlemez, günah yoktur işlemez. Hiç kimsenin kabul etmediği, herkesin dışladığı bir cinayeti günah yoktur. Ben bu aklımda hayatta işlemezdim. Yani eğer ki bir cinayet işlemiş olsaydım, dediğim gibi daha öncesindeki davalarda da söylediğim gibi, ben hayatta en son yapacağım şeydir bir insanın canını almak. Ki kaldı benim kendi öz evladım. Yani dünyalara değişen bir insan. Yani bunun mümkünatı yoktur. Yani bence bunun
piventini vurdurtmamışım, dırnağının kestirmesine müsaade etmemişim. Yani böyle bir şekilde bir konunun canını almak benim hayatta en sınırlı yapacağım iştir. Yani ben bunu defalarca söyledim, yine söylüyorum. Ben o zaman kendimde değildim. Eğer ki kendimde olmuş olsaydı böyle bir şey tedarik etmezdi. Yani onu en azından bu dünyada da olsa bana bir daha sarılırdı. Hadisə zamanı anlaqsız olması ilə özünə bəraət qazandıran, təqsirləndirilən şəxsin əməli ekspert rəyləri, şahid ifadələri və digər sübutlarla tam sübuta yetirilib. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı ona cəza istəyib. Ahmet Turan Yaşıl, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini təqsirli bilinsin və o 20 il müddət azadlıq cəzasına məhkum edilsin. Cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəksin. Zərər çəkən isə ərinə ömürlük cəza verilməsini məhkəmədən xahiş edib. Prokuror 20 il istədi, 20 il azadlıq məhkum etmə cəzası istədi. Sizin fikriniz, çıxışınız bu işlə bağlı? Razıyam yenə də, amma ömürlük də istəyərəm, mən ömürlük olsun. Nəyə görə yatıb çıxmalıdır ki? Ədalətli qanun istəyərəm yəni mən. Bir ana kimi. O niyə yatıb çıxmalıdır ki? Belə də ki, yəni razı deyiləm yəni. Daha sonra məhkəmə prosesi müdafiə tərəfinin çıxışı ilə davam edib. Səmimi etirafını, əməlindən peşman olmasını, belə bir məhkum olunmasını nəzərə almanızı xahiş edirəm. Sağ olun. Təqsirləndirilən şəxs son sözündə işin yenidən araşdırmaya göndərilməsini xahiş edib. Bunu nasıl yapılabilir diye tekrardan düzgün bir şekilde araştırılmasını, yani bu işin sonunda ben bir canı yani mahpusta bırakmak bilmiyorum 30 yıllarda. Yani bunun için değil, yani burada ben kızım var Türkiye'de, oğlum var aynı şekilde. Yani bunları göz önüne alınarak bu işin daha düzgün araştırılmasını yine tekrardan söylüyorum. Bu verilen psikiyatrinin daha düzgün bir şekilde bakılmasını arzu rica ederim. Məhkəmə kollegiyası müşavirədən qayıdandan sonra hökmü elan edib. Məhkəmənin hökmü belə səslənib. 353, 356, 358-ci maddələrin rəhbər tutaraq məhkəmə hökm etdi. Ahmet Turan Yeşil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 20 il müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum edilsin. Sədrlik edən Rəşad Əliyev, hakimlər Elçin Məmmədov və Nahid Mirzəyev. Aydındır, 20 il müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum olunursunuz, ciddi rejimin cəza çəkmə müəssisəsində cəzanızı çəkəcəksiniz. 20 gün müddətində hökm sizə verildiyi, həm türk dilində veriləcək, həm Azərbaycan dilində. Sizə çatdığı gündən 20 gün müddətində ondan apellyasiya şikayəti, yəni üst məhkəməyə, bir üst məhkəməyə şikayət verə bilərsiniz və siz isə xanım.